Bilirsən, səni də işdən çıxardıblar, amma bundan xəbərin yoxdur. Yox, müdir sənə heç nə deməyib. Sabah yenə o işə gedəcəksən. Amma daxilən sən artıq orada deyilsən. Sadəcə səssiz istefa etməyə məcbur qalmısan. Əslində bilirsən, bu sənin günahın deyil. Çünki işə başlayanda elə bilirdin ki, yaşamaq üçün işləyirsən. Amma vaxt keçdikcə gördün ki, sən artıq işləmək üçün yaşayırsan. Bütün enerjin, xəyalların, hətta axşamki istirahətin var, o da iş mühitində boğulub gedir. Kağız üzərində 9-dan 6-ya 8 saatlıq iş. Bəs yolda keçən vaxt, beyninin yorğunluğu, onda qaçsan ömrünün yarısı o işə gedir. Hələ üstəgəl, qiymətləndirilməyən zəhmət və o soyuq iş mühiti. Sən qaçmamısan. Səni o mühit yavaş-yavaş bayıra itələyib. Bəlkə də sənə tənbəl deyəcəklər. Amma sən tənbəl deyilsən. Sadəcə maddi və mənəvi qazancın əslində nə qədər az olduğunu anlamısan. Və bir gün ayılırsan ki, ruhun o istefa ərizəsini çoxdan imzalayıb. Yaxşı, bəs bu səssiz gediş bizi hara aparır? Gələcəyimizi xilas edir, yoxsa bizi daha böyük quyuya salır? Yaşamaq üçün işləmək balansını necə bərpa edə bilərik? Səncə sənin ruhun çoxdan istefa verib, yoxsa hələ də ümid var? Fikirlərini şərhdə bölüş. Növbəti videoda isə mütləq çıxış yolunu danışacağıq. Videonu bəyən ki, part 2 qabağıma çıxsın.